Xanım Zəhra salamullahi aleyhanın o qısa ömründə o fədakarlığı bir daha onu göstərdi ki, insanların yaddaşında qalması üçün, bir insanın tarixin yaddaşında tarixi bir şəxsiyyətə çevrilməsindən ötürü uzun-uzadı ömür sürməsi önəm kəsb eləmir. 18 il belə baxanda böyük bir ömür deyil. Bir daha onu təsdiqlədi ki, insanların yaddaşında və tarixin yaddaşında tarixi bir şəxsiyyət kimi formalaşmaq üçün Allahın insana verdiyi ömrü necə yaşaması önəm kəsb eləyir. Allahın insana verdiyi ömrü, əgər insan Allah istədiyi kimi yaşasa, Allah razılığını əldə eləmək üçün o ömrü xərcləsə, sərf eləsə, Allah o insandan razı qalsa, insanlar da ondan razı qalar, Allah da. İnsanların yaddaşında Allah onu sevimli bir bəndəsi kimi. Əgər biri həyatında, yaşayışında, ömründə həyatını Allah sevgisi ilə, Allah eşqi ilə yaşamış olsa, inan Allah onu insanlara, xəlqə sevdirəcək. Allah sevdirdiyini də, Allah izzət verdiyini də, el, aləm yığıla, dünya yığıla, istəyərlər insanların qəlbindən o sevgini alalar, istəyərlər o izzətdən, hörmətdən, nüfuzdan salalar. İnanın mümkün deyil. Əksi də bu cürdür. Əgər birindən Allah razı qalmasa, Allah birinə izzət, hörmət verməsə, günahları ilə izzət və hörmətin əlindən vermiş olsa, el, aləm yığışa ona izzətli davrana, bu da mümkündür.